Salam, hər vaxtınız xeyir olsun əziz şahidlərimiz. 15 fevral 2026-cı ildə 11-ci siniflərin buraxılış imtahanı üçün təşkil olunmuş sınaq imtahanına dəstək üçün əvvəlki illərdə istifadə olunmuş sınaq imtahanının suallarının izahlarına baxırıq. Deməli, ilk sualımız belədir. Bizə verir ki, ifadəni sadələşdirin. Edəcəyimiz nədir? Birinci ifadənin məxrəcində orta vuru olaraq x qarşıya çıxarsaq, x kvadrat minus x plus 1 ifadəsi olur. Sürətdə x-in kvadratıdır. Üzərinə əlavə edək. Digər ifadə 1 minus 2x. Aşağıda x kub plus 1 olur. Sonra edəcəyimiz nədir? Burada x-ları ixtisar aparsaq, deməli x-lar ixtisar gedir. Sonra isə ardında x kub plus 1-in açılışında birinci ifadənin məxrəci iştirak etdiyinə görə birbaşa x kub plus 1 ifadəsini yazıram. Sürətdə isə deməli x plus 1-i x-a vuracam, olacaq x kvadrat plus x. Üzərinə əlavə edirik ikinci ifadənin sürətini 1 minus 2x-i. Bu isə bizə verəcək x-in kvadratı minus x plus 1. Məxrəcimizdə isə x kub plus 1-in açılışını yazaq. Olacaq x plus 1, sonra x-in kvadratı minus x plus 1 ifadəsi. Buradan gördüyünüz kimi ikinci ifadə ilə sürət ixtisar gedir. Cavabımız sadəcə məxrəci x plus 1 qalır. O da B variantını verir. Növbəti sualımız. ABC üçbucağında K medianların kəsişmə nöqtəsidir. Medianların kəsişmə nöqtəsi bilir ki, təpə nöqtədən başlayaraq 2-1 nisbətində bölünür. Yəni burada MK-ya bir x desək, BK 2x olacaq. Bizə deyir ki, BK, yəni 2x, çıxılsın KM, yəni x 3-ə bərabərdir. Demək ki, x-in özü ilə 3-ə bərabərdir. Və bizdən istədiyi BM medianın uzunluğudur. O da x plus 2x, yəni 3x-dir. X-in yerinə 3 yazsa, 3-3-ə vursa, cavab 9 edir. E variantı. Hansı ədədin 4-də 3 hissəsi 90 ədədin 6-da 5 hissəsinə bərabərdir? 90-ın 6-da 5 hissəsini taparkən 90-ı 6-da 5-ə vururuq. 96 yerə bölürük. 15 5-ə vursaq 75. Sonra isə bizə deyir ki, 4-də 3 hissəsi 75 olan ədədi tapın. Deməli, 75-i 4-də 3-ə bölməliyik. Bölər zaman tərsinə vururuq, yəni 3-də 4-ə vururuq. 75-i 3-ə bölsək 25, 4-ə vursaq 100 edir. Doğru cavabımız C variantı. Növbəti sualımız. Düz üçbucaqlı prizmanın görüntünü çəksək, belə bir görüntü var. Və burada bizə lazım olanlar nələrdir? Prizmanın tillərinin təsadüfən seçilmiş 4-ünün bir müstəvi üzərində olması. Bu da yan üzlərdə mümkündür. 3 dənə yan üz var. Yəni əlverişli halların sayı 3. Deməli, ümumi tillərin sayına baxaq. 3 yuxarıda, 3 deməli yan üzlərdə, 3 də aşağıda olacaq 9. 4-ünü seçib və ehtimalın bizdən soruşur. Kombinezon 9-dan 4 olacaq. 3-ü yuxarıda yazırıq. Kombinezon 9-dan 4 ifadəsinin açılışını yazsaq, olacaq sürətdə 9 faktorial. Aşağıda 9 minus 4 vurulsun 4 faktorial. 9 minus 4 faktorial vurulsun 4 faktorial. Həmin o məxrəzdəki 4 faktorialı yuxarıda sürətdə yazsaq, 4, 3, 2, 1. Sonra 9 faktorial ilə 9 minus 4 faktorial, yəni 5 faktorialı ixtisar aparsaq, qalacaq 6, 7, 8 və 9. Burada sadələşdirməni aparsaq, deməli, 3-lərin hasili 9 ilə ixtisar gedir, 4 ilə 2-nin hasili 8 ilə ixtisar gedir, qalır aşağıda 42, yuxarıda 1. E variantı. Vektorların skaler hasilini tapın deyir. Skaler hasilini tapanda uyğun koordinatları hasilinin cəmini hesablayırıq. Mənfi 2-ni 3-ə vururuq, mənfi 6. 5-i 2-yə vururuq, 10. Toplasaq, doğru cavabımız 4 edir. A variantı. Tənliyin kökləri x1, x2 olarsa, ifadənin qiymətini tapın. İfadə x1 vurulsun x2-ni orta vuru olaraq mötərizə xaricinə çıxarsam, x1 plus x2 ifadəsi içəridə qalacaq. Və hasil gördüyünüz kimi mənfi 5 olaraq verib, cəmi isə müsbət 1 olur. Viyyət teoreminə görə ikinci əmsalın əksi olur. Və bunların hasilini tapsaq, doğru cavabımız mənfi 5 A variantı. 37 ifadənin qiymətini tapın deyir. Hər bir ifadəyə mötərizə xaricindəki ifadəni tək-tək vurub sadələşdirək. Deməli, 3 bölü kök altda 7-ni kök altda 28-ə vursaq, kök altda 7-lər ixtisar gedəcək, qalacaq 3 vur kök altda 4, yəni 2. İkinci ifadəyə vursaq, kök altda 63 ilə kök altda 7-ni kök altda 7-yə ixtisar aparsaq, olacaq 3 vurulsun kök altda 9, yəni 3.
3'ü 2'yə vuranda 6, 3 üçün 9 çıxsaq, -3 E variantı. Bərabərliyindən x, y hasilini tapın deyir. İki ifadənin kvadratları cəmi 0 olması hər birinin 0 olması deməkdir. Deməli, x plus y-in qiyməti 4 olacaq. 2x minus y-in qiyməti 8 olacaq. Sonra edəcəyimiz nədir? Bunları 6-6 toplasaq 3x-in qiyməti 12, x-in qiyməti 4 olur. X-in qiyməti 4 isə y-in qiyməti 0-dır. Bizdən bunların hansını istədiyinə görə doğru cavabımız 0 olur. A variantı. Bərabərsini həll edin deyir. Deməli, loqaritma 10 əsasdan x ifadəsi 0-dan kiçikdir. X yazırıq ki, kiçikdir. 10 üstü 0. Amma x-in öz ifadəsi də 0-dan böyük şərtini ödəməlidir. Loqaritmanın şərtinə əsasən. Deməli, 10 üstü 0 1 olduğuna görə x-in qiyməti ilə 0 ilə 1 arasında yerləşəcək. Doğru cavabımız B variantı. İfadənin qiymətini hesablayın deyir. Sürətdə 3n ifadəsini mötərizə xaricinə çıxaraq qalacaq 3 üstü 2, yəni 9 çıxılsın 2. Aşağıdakı ifadədə 3 üstü n minus 1-i qarşıya çıxaraq qalacaq 3 üstə gəl, daha doğrusu 1 üstə gəl, 1 üstə gəl, 2 vurulsun 3, 2 vur 3 6, üzərinə 1 gəlsə 7, 9-dan 2 çıxsa 7, ixtisar keçsə 1 edir. 3 üstü n-i 3 üstü n minus 1-ə böləndə 3 üstü n minus n plus 1 olur, o da 1 verir. Yəni 3 üstü 1 A variantı. Növbəti sualımız. Növbəti sualda bizə deyir ki, AB DE paraleldir. Yəni bu yuxarıdakı ABC üçbucağı ilə DSE üçbucaqları oxşardılar. Qısaca əlavə deyəcəyi nədir? Deməli, BC-nin qiymətini bizə 8 verib, DS'ni 12 verib. Sonra DE ifadəsi AB fərqi ilə 6-ya bərabərdir. AB-ni sağa keçirsək, AB-yə x desək, DE olacaq x plus 6. Buradan A-nın qarşısında duran 8-in A-ya bərabər E-nin qarşısında duran 12-yə nisbəti bərabər olacaq. Deməli, ASB-nin qarşısındakı x-in DSE-nin qarşısındakı x plus 6-ya nisbəti. Oxşarlığın qaydasına əsasən. Sadələşdirə də bilərik, çarpazda vura bilərik. 8x plus 48 bərabər 12x. 12x-dan 8x-i çıxsa 4x 48. X-in qiyməti 12. Bizdən istədiyi AB, yəni elə x idi. O da 12 olur. D variantı. Növbəti sualımızda deməli, sinus x-in qiyməti 5/3, x-in qiyməti pi bölü 2 pi arasında. Yəni ikinci rübdür. X-in qiyməti ikinci rübdür. Tangensi soruşur. Tangens tapmaq üçün sinusumuz var. Bizə kosinus lazımdır. Demək ki, kosinus da ikinci rübdə mənfi alır deyə kosinus x əsas trigonometrik enliklər qaydasına əsasən deməli olacaq mənfi kök altında 1 minus sinus kvadrat x. Bu da bizə verəcək ki, mənfi 1 minus 5/3-ün kvadratı 25-də 9 mənfi olacaq 25-də 16 mənfi 5-də 4. Tangens taparkən nə edirik? Sinusu kosinusa bölürük. 5/3-ü mənfi 5-də 4-ə bölək. Olacaq 5-də 3 bölünsün mənfi 5-də 4. Mənfini qarşıya yazaq, bölməni vurma ilə əvəz eləyək. 4-də 5 olsun, 4-lər, daha doğrusu 5-lər ixtisar gedir. Mənfi 4-də 3 cavab olur. E variantı. 43. A-ın ədədi silsiləsində ifadənin cəm düsturunu verib 5-ci həddi soruşur. A5-in qiyməti S5 minus S4-ə bərabərdir. S5-in qiymətini yazaq. 5-in kvadratı 25, 2-yə vursaq 50. Üzərinə yazsın. 5-i 5-ə vursaq 25. Çıxaq. Ardınca 4 yazsaq ifadənin yerinə. 4-ün kvadratı 16, 2-yə vursaq 32. Çıxaq. 4-ü 5-ə vursaq 20. 50 ilə 25-in cəmi 75, 75. Bunların da hər ikisi mənfi olduğuna görə toplayırıq. Mənfi deməli 52 olur. 75-dən 52 doğru cavab 23. B variantı. Səthinin sahəsi 96 kvadrat santimetr olan kubun bütün tillərinin cəmini tapın. Kubun səthinin sahəsi 6 kvadrat. 96. 6-ya bölsək a kvadrat 16. A-nın qiyməti 4. A-nın qiyməti 4 isə bütün tillərin kubun 12 tili var və 12 tilin qiymətini taparkən 12-ni vururuq. Yəni 12A olmalıdır. 12-ni 4-ə vururuq, cavab 48 edir. Növbəti. ANC-ni verib 60 dərəcə. Deməli, daxilə çəkilmiş bucağı olacaq 30 dərəcə. Bizdən istədiyi nədir? Bucaq A-nın dərəcə ölçüsü.
ABC üçbucağında daxili bucaqların cəmi 180 dərəcə eləyir. 180 dərəcə şərtinə əsasən 80 30 toplasaq 110, 180-dən də çıxırıq 110-u. Cavab 70 dərəcə. Növbəti sualımız. Bərabəsini ödəyən ən kiçik natural ədədi tapın. Verilən ifadələrin hər birini əvvəlcə sıfıra bərabər eləyir. Modulda x sıfır onda x 0 olur. X minus 2 sıfır onda x 2 olur. X plus 5 sıfır onda x mənfi 5 olur. Sonra interval çəkirik. Ədəd oxu üzərində göstəririk, aralıqlara bölməliyik. Olacaq mənfi 5. Sonra 0. Sonra 2. Bu aralıqlardan qiymətlər götürərək hesablayaq. Deməli, yazacağımız nə olacaq? Mənfi 5-dən sol tərəfdə mənfi 6 qiymətini götürsək, yerinə yazsaq, modulda müsbət eləyir. X minus 2 ifadəsində mənfi 6-dan 2 çıxanda mənfi, aşağıda mənfi böləndə müsbət eləyəcək. Sonra mənfi 5 sıfır alına mənfi 1 götürsək, sürət mənfi 1-in modulu müsbət, mənfi 1-dən 2 çıxanda mənfi, mənfi 1 üstə 5 müsbət eləyəcək mənfi. 0-2 aralığında 1 götürsək, 1-dən 2 çıxanda mənfi, qalanları müsbət, ona görə mənfi olur. 2-dən böyük 3 götürsək, hər biri müsbətdir. Bizdən istədiyi nədir? Ən kiçik natural ədədi tapın deyir. Mənfi 5-dən sol hissəsində şərt ödəsə də natural ədəd yoxdur. İkincilərdə, yəni şərt ödəmir, yəni cavabı deyil, kökü deyil. Qalır 2-dən müsbət sonsuzluğa. 2-dən müsbət sonsuzluğa ifadəsində ən kiçik natural həldə məhz 3-ü verir. Çünki 2 özü daxil deyil. İfadəsinin qiymətini tapın deyir. Birinci məxrəcə yazaq. Deməli, 2 ifadəsinin loqaritma 12 əsasdan 144 yazsaq, çıxma şərtinə görə 144-ü 4-ə bölməliyəm. Bu bizə verəcək loqaritma 12 əsasdan 36. İlk ifadəmiz bu. İkincinin məxrəcinə baxaq. 2 ifadəsinin loqaritma 3 əsasdan 9 yazaq. Üzərinə gəldiyinə görə vururuq 4-ə. Olacaq loqaritma. Deməli, 3 əsasdan 36. Sonra hər bir ifadənin bir bölünsün şəklində verdiyinə görə bunların tərsini tapırıq. Tərsini tapanda olacaq loqaritma 36 əsasdan 12. Üzərinə əlavə edirik. Loqaritma 3 əsasdan, daha doğrusu 36 əsasdan 3. Toplam olduğuna görə yenə 12 ilə də 3-ü vurmalıyam. Olacaq loqaritma 36 əsasdan 36. Bu da bizə doğru cavab 1 verir. Tənliyinin ən kiçik müsbət kökünü dərəcə ilə tapın deyir. Kosinus x ifadəsinə bir t əvəzləməsi aparsam, olacaq 2t-nin kvadratı plus 5t minus 3 bərabər 0. Buradan kvadrat tənliyidir. Kvadrat tənliyi köklərini tapmaq üçün əvvəlcə 2-ni sərbəst həddə vuraq. T kvadrat plus 5t minus 6 bərabər 0. Köklərinə baxaq. Hasili mənfi 6 cəmi mənfi 5 olan ədədlər mənfi 6 ilə müsbət 1-dir. Sonra isə 2-yə vurduğumuza görə biz hər birini 2-yə bölək. Tapdığımız bu köklər ki var, mənfi 6 ilə 2-yə bölək. Olacaq, deməli, kosinus x-in qiyməti bir dəfə mənfi 6 bölü 2 mənfi 3. Bu mümkün deyil. Mümkün deyil. Yəni, burada həll yoxdur. 1-i bölürük 2-yə. Kosinus x bərabərdir. 1 bölü 2, yəni 2-də 1. Ən kiçik müsbət kök dediyinə görə birinci rübə düşür. Birinci rübədə kosinusun 2-də 1 aldığı qiymət dərəcə ilə 60 dərəcə olur. Növbəti sualımız. ABC-də paralleloqramda AE tən böləndir. AE tən böləndirsə, AD də BC-yə paralel olduğuna görə deməli, bu bucaqlar bərabərdir. Hər biri bərabərdir. Sonra BAE BEA-ya bərabər olduğuna görə bunlar bərabərdir. Həmçində paralleloqramın qarşı tərəfləri bərabərdir. Görə əlavə nələr verib? CD-nin qiymətini 9 verib. Deməli, AB də 9-dur, BE də 9-dur. Başqa nə deyir? EC-nin qiyməti 3-dür. Bucaq B-nin qiymətini 120 dərəcə verib. Paralleloqram şərtinə görə bir tərəfə bitişik bucaqların cəmi 180 olmalıdır. Deməli, bucaq CD 60 dərəcədir. Paralleloqramın sahəsini soruşur. Paralleloqramın sahəsi AB sinus alfa. Deməli, yuxarı 12, digər tərəf 9, sinus 60, o da bizə verəcək kök altda 3 böl 2. Hesablasaq 54 kök altda 3. Növbəti. Kompleks ədədlərinin bərabərliyindən A kub plus B kubun cəmini tapın deyir. Verilən ifadədə birinci ifadələr bərabər olur. Buradan A plus B-nin qiyməti 5 olmalıdır. Əlavə olaraq
i'lərin əmsalları da bərabər olur. Deməli, a ilə b-nin hasili də 3-ə bərabərdir. Bizə a kub plus b kub ifadəsində a kvadrat plus b kvadrat da lazım olacaq. Ona görə bu ifadənin hər tərəfini kvadrata yüksəldək. Olacaq a kvadrat plus b kvadrat plus 2ab. 2ab-ni sağa keçirdirəm. 5-in kvadratı 25. 2-ni a-ya b-yə, yəni hasili 3-ə vursam 6. Çıxanda 6, 19 edir. A kub plus b kubun açılışını yazsaq, olacaq a plus b-nin yeni 5 yazaq. Sonra mötərizə içərisində a kvadrat minus ab plus b kvadrat olmalıdır. A kvadratın b kvadratının cəmi 19 minus ab ifadəsinə 3 yazıram. 19-dan 3 çıxsam 6, 5-ə vursam 80. Deməli, funksiyanın qrafiki OY oxuna nəzərən simmetrikdir. OY oxuna nəzərən simmetriksə, demək ki, bu cüt funksiyadır. Cüt funksiyadırsa, x kubun əmsalı 0 olmalıdır. Qısaca a minus 2 və yaxud da 2 minus a 0 olur. Oradan a-nın qiyməti 2 olur. Bu ifadə deməli olmadığına görə fx-da a-nın yerinə 2 yazıram. Olur 3 x-in kvadratı plus 3-dən 2 çıxanda 1. Bizdən istədiyi f3-ü tapmaqdır. f3-ü taparkən x-in yerinə 3 yazıram. 3 vur 3-ün kvadratı 9 plus 1 28. Növbəti sualımız. ABC üçbucağında deməli üçbucağı qeyd edək. A-nın koordinatlarını bizə verib ki 1, 2-dir. Sonra B-nin koordinatlarını verib -2, 3-dür. C-nin koordinatlarını verib 6, -1-dir. Bizdən istədiyi nədir? AD medianın uzunluğunu tapın. AD medianını çəksək, burada D nöqtəsi B ilə C-nin orta nöqtəsidir. Ona görə orta nöqtənin koordinatlarını tapmaq üçün -2 ilə 6-nı toplayıb 2-yə bölürəm, eləyir 2. 3 ilə -1-i toplayıb 2-yə bölürəm, eləyir 1. İndi AD-nin uzunluğunu tapmaq üçün deməli kök altında 2-dən 1-i çıxıram, kvadrata yüksəldirəm, 1 eləyir. 1-dən 2 çıxıram, -1 kvadrata yüksəldirəm, 1 eləyir və hesablasam doğru cavab kök altında 2 olur. Sonra ABCD düzbucaqlı trapesiyasında AC diaqonal kör bucağın tən böləndir. Sonra BC-nin qiymətini bizə 2 verib, AB-nin qiymətini 8 verib, əlavə olaraq CD-nin uzunluğunu soruşur. Gəlin diqqət edək. Bu bucaq çarpaz olduğuna görə aşağıdakı bucağa bərabərdir. AC də tənbəl olduğuna görə həmçində digər bucağa bərabər olur. Və demək ki, ACD üçbucağında bərabər yanlış şərti var və AD CD-yə bərabərdir. Bura bir x yazsaq, aşağıya bir x yazsaq. Sonra əlavə nələr edirik? C təpə nöqtəsinin aşağı bir hündürlük çəksək. Bu ilə 8-ə bərabərdir. Buna bir h desək. AH qiyməti 2-yə bərabərdir. HD isə x minus 2-yə bərabərdir. Yəni, burada da düzbucaqlı üçbucaq olduğuna görə CHD üçbucağında Pifaqor teoremini tətbiq edirik. X-in kvadratı bərabər olur 8-in kvadratı 64 plus x minus 2-nin kvadratı, yəni x kvadrat minus 4x plus 4. X kvadratları deməli islah eləyək. X kvadratları islah eləsə 4x-i sola keçsək, 4x-in qiyməti bərabər olacaq 64 plus 4, yəni 68. X-in qiymətini axtarsaq 17. Görə bizdən nə istəyirdi? CD-nin uzunluğu elə x-in qiymətidir, o da 17 olur. Çəndə olan benzinin miqdarının istifadə olunma zamanından asılılıq qrafikinə əsasən neçə saatdan sonra çəndəki benzin tükənmiş olacaq? Gəlin diqqət edək bir şey. Əgər həmin bu qrafikdən keçən düz xətti çəksək, bu bizə xətti funksiyanı verir, amma k-nın qiyməti mənfi olan xətti funksiyanı. Y bərabərdir. Deməli, kx plus b. Burada da gördüyümüz kimi b, y oxu ilə kəsişmə nöqtəsi, yəni 60 olacaq. Sonra edəcəyimiz nədir? Üzərindəki nöqtənin koordinatına baxaq. X-i müsbət 6, y-i 24-dür. Yenə yazıb hesablayaq. Olacaq 6x plus 60 bərabər 24. Buradan 6x-in qiyməti olacaq. 24-dən çıxırıq. 6-na mənfi 36. X-in qiyməti olacaq mənfi 6. X-in qiymətini tapdıq. Sonra nə edirik? Daha doğrusu k-nın qiymətini tapırıq. Burada x-lar deyil.
Deməli, K-ların qiymətidir. K-nın qiyməti -6 tapdıq. Edəcəyimiz funksiyanı yazmaq. -6x plus 60. Bizdən istədiyi nədir? Diqqət edək. Deyir, neçə saatdan sonra, saata, yəni zamanı x ilə götürüb baxır. X-in qiymətini tapmalıyıq ki, səndəki benzin, yəni həcmi olaraq y-in qiyməti tükənmiş olsun. Tükənmək, yəni y-in yerinə 0 yazaraq x-in qiymətini axtarmaqdır. Buradan edəcəyimiz -6x plus 60-a 0 desək, 6x-in qiyməti 60 olur, x-in də qiyməti 10 olur. Deməli, 10 saatdan sonra artıq benzin tükənmiş olacaq. Tərəfləri 6 və 4 olan düzbucaqlının kiçik tərəfi ətrafında fırlanmasından alınan fiqurun həcmini tapın. Bunun şəklini çəkəsi olsaq, düzbucaqlıdır. Deməli, daha doğrusu düzbucaqlıdır. Bizə deyir ki, bunun ətrafında fırlanması, kiçik katenin ətrafında fırlanması. Belə bir görüntü əmələ gətirir ki, bu görüntüdə də silindir alırıq və bu silindirdə diqqət edək. Bu silindirdə deməli hündürlük kiçik kateti verir, yəni 4'ü verir. Radius isə böyük, daha doğrusu katet deyil, düzbucağlının kiçik tərəfini verir. Radiusun qiyməti isə düzbucağlının böyük tərəfi, yəni 6'nı verir. Deməli, bizə lazım olan fiqurun həcmini tapmaqdır. Silindirin həcm düsturu S oturacaq vurulsun H-dır. S oturacağın qiyməti pi r kvadratla tapılır. Pi vurulsun. Radiusun qiyməti 6, kvadratı 36 eləyir. Hündürlüyün qiyməti də 4'dür. Vursaq, doğrucağımız 144 pi eləyir. Hər bir şeydə uğurlar deyirik. İnşallah növbəti imtahanlarda görüşənə qədər.